Fırça izi qalmadı. Bugün iki markanın bənzər fırçalarını qarşılaşdıracağıq. Biri son zamanlarda viral olmuş Top Face'in 20 nömrə fırçasıdır. Biri isə Nastita markasının 136 nömrəli fırçasıdır. Bu hər iki fırçanı da yoxlayaq görək hansı fırça dərimdə fırça izi qoymayacaq və hansı daha yaxşı Tanalinin üzümü oturacaq. Tanali olaraq Top Face'in yeni çıxmış olan 24 saat qalıcı Tanalinisini istifadə edəcəm. Bu üzümə Top Face'in fırçası ilə yoxlayaq görək necədir. Yəni sizə yaxından da göstərim. Örtücülüyü mənə görə ortadan yüksəyə doğrudur. Artdırmaq olar, amma tam da yüksək örtücülüyü yoxdur. Fırça izi qalmadı. Bunu mən yeni almışam. Çox bəyənərək istifadə edirəm. Sizə də göstərmək istədim. Keçək indi Nastita fırçasına. Bu fırça artıq 2 ilə yaxındır ki, mənlədir. Bunu da gün ərzində sevərək istifadə edirəm. Amma baxın, sanki bu Nastita biraz fırça izi qoydu. Və örtücü olaraq aradakı fərqə də baxan, mən burada güzgüdə baxanda fərqi görürəm ki, Top Face fırçasını istifadə elədiyim tərəf daha örtücüdür, daha yaxşıdır. Amma Nastita'nı istifadə elədiyim tərəf daha gündəlik, daha sadə. Tanali fırçasında da ən önəmli şey olan odur ki, fırçanın tükləri belə sıx olmalıdır. Onda Tanalini heç bir fırça izi qoymadan sifətinizə tam oturtdurur. Mən hər iki fırçanı çox bəyənərək gündəlik həyatımda istifadə edirəm. Bəs siz hansı fırçanı bəyəndiniz?